Salam, mən Könül. Kanalıma və videoma xoş gəldin. Bu videoda random bir şəkildə ağlıma gələn hər şeydən danışacağıq. Son vaxtlar nələr oldu? Bir müddət kiçik bir depressiyaya girmişdim o haqda. Bilmirəm, nə ağlıma gəldisə o haqda danışacağıq. Yəni, əvvəlcədən bir-iki mövzu fikirləşmişəm əslində. Görək, söhbətimiz necə gedəcək. İstəyirəm ki, sanki qarşılıqlı söhbət edirmiş kimi bir his versin bu videomuz. Videonun açsın, yəni kameranı bayaqdandır ayarlamağa çalışıram, bilmirəm artıq. Yaxşıdırmı, pisdirmi? Artıq davam edirəm, çəkirəm videonu. Fikirləşmirəm artıq burası. Yəni mövzuya bir şəkildə giriş etsək, davamı gələcək, bilmirəm hardan mövzuya başlayım. Başlayaq məncə niyə 2 aydır video atmırdım və son videolarım ingilis dilindədir və bu videoları niyə Azərbaycan dilində, videoları yox, bu videonu niyə Azərbaycan dilində çəkirəm, ondan danışaq. Son videolarında baxa bilərsiniz ki, çox aşağı baxış yığıbdı. Ardasa 200-300 falan belə baxış idi və mən o videolara təxmini 2 gün, 3 gün vaxt sərf etmişdim onların editi üçün. Hətta videoların çəkilməsini nəzərə almıram. Və sonda 200-300 baxış yığandan sonra bu mənim həqiqətən də motivasiyamı çox aşağı saldı. Bu əslində yəni normaldır. Başlarda belə olur. Əlbəttə ki, baxışların sayı aşağı olur, sonralardan artır, amma 200 gün yəni editə vaxt sərf etmişəm. Ondan sonra da bu 200-300 baxış yığandan sonra bu əlbəttə ki, mənim motivasiyamı aşağı salır və video işləmək istəmirdim. Son videolarımda ingilis dilində danışıram, amma burada Azərbaycan dilinə keçdim. Çünki özüm tam olaraq belə açığı dəqiqləşdirə bilməmişəm ki, bu kanalda hansı dildə video paylaşıram, nə tərzdə davam edim bu videolara. Məsələn, bəzən vlog paylaşıram, bəzən ilk dəfədir bu arada söhbət videosu paylaşıram belə. Sanki kamera qarşısında belə söhbət edirəm də, hansı bir mövzudan, belə ciddi bir mövzu deyil də, random bir söhbət edirəm. Ona görə də yəni açığı beynimdə dəqiqləşdirə bilməmişəm. Tam olaraq nə edim? Təxmini 200 gün olar ki, Instagramda sildim. Bilirsiniz, son vaxtlar gündəm çox hədsiz dərəcədə pisdir. Ölkə yox, daha doğrusu dünyanın gündəmi hədsiz dərəcədə pisdir. Ondan əvvəl biraz depressiyada idim deyə bilərəm. Biraz depressiyada idim. Və elə şeyləri görəndən sonra da bu mənə hədsiz dərəcədə pis təsir göstərdi. Gördüm ki, Instagram mənə çox pis təsir göstərməyə başlayıbdı. Məsələn, mən sizə belə izah edim. Deyəm ki, mən həminki günü 30 dəqiqə Instagrama girməyə vaxt qoymuşam özümə. Amma o gün nəsə oldu, mən biraz özümü pis hiss elədim. Və sonra dedim ki, gedim Instagramda video izləyim. O 30 dəqiqə videonu izlədim, ondan sonra o limit mənim qarşıma çıxır ki, yəni bu qədər izlədim də fiso. Amma mən onu vururam, keçir gedir və davam edirəm izləməyə. Mənim qarşıma da məsələn biraz daha belə kədərli, üzüntülü videolar çıxandan sonra bu mənim biraz da həvsələmi qaçırır, biraz da məni pis vəziyyətə salır. Məsələn, mən videolar paylaşıram Instagramda və o videolar tutmur. Nə bilim, 2000 baxış, 3000 baxış falan yığır. Bu da mənim həqiqətən əsəbimə toxunur ki, bu videolar niyə tutmur, niyə? Mən buna vaxt sərf edirəm, niyə bu videolar tutmur? Bir tərəfdən məni əsəb edir, sonra gedirəm keşfiyyətə girirəm, videoları izləyirəm. Bu da bir tərəfdən mənim əsəbimi pozur. Ondan sonra baxıram ki, məsələn, 2-3 saat mən Instagramda vaxt sərf eləmişəm. Bu nə deməkdir? 2-3 saat Instagramda vaxt sərf etmək nə deməkdir bir gündə? Ona görə bütün rutinim pozulur. Əsəbləşirəm ki, özümə sən bura 2-3 saat vaxt sərf eləmisənsə, bu 3 saata aparıb dərsinə və yaxud da nə bilim, dil öyrənməyə falan sərf edə bilərsən. Niyə burada bu vaxtı sərf eləmirsən? Və insanın özündən asılı olmayaraq, özümə əsəbləşdiyim halda ki, mən niyə belə etmişəm? Ondan sonra əsəbləşdiyim üçün bir deyildim, Instagrama baxıram və o gün məhv olur. Bu və tez-tez təkrarlanır, tez-tez və bir nəticə yoxdur ortalıqda. Tamamilə mənə mənfi təsir göstərdi. Heç bir pozitiv təsiri yox idi. Ona görə də sildim. Və belə bir şey var ki, Instagramı sildiyim anda mənim enerjim yerinə gəldi. Bu necə oldu bilmirəm. Demək ki, mənə təsir göstərən Instagram imiş. Mən əslində YouTube və Instagram arasında belə özümdə ciddi bir bağ yaratmışdım sanki. Mən mütləq çox baxış yığmalıyam, mənim çoxlu takipçim olmalıdır. Amma sonradan gördüm ki, yəni bunları belə yüklənmək, özümə yüklənmək, belə gərəksiz belə bir şey üstündə, sosial şəbəkə üstündə özümə belə gərəksiz yüklənmək çox mənasızdır. Ona görə dedim,
bundan sonra da YouTube-a belə o cəhətdən baxmırsan. Sən sadəcə hobbi kimi bax YouTube-a. 200 baxış yığa bilərsən, 300 baxış yığa bilərsən. Problem deyil. Bu zaten sənin hobbindir. Yəni o dərəcə ciddi yanaşma, o dərəcə özə yüklənmə ki, mən niyə bu qədər baxış yığa bilmədim. Mən keçən yeni ildə bir video paylaşmışdım. Keçən il. Məqsədlərimi demişdim orada ki, bu yeni il üçün mənim məqsədlərim nələrdir? Bilmirəm niyə açıqca mən orada məqsədlərimi demişəm. Əslində düzdür. Bəzi hər şey ciddi bir şəkildə, yəni ciddi olan məqsədlərimi orada deməmişəm açıq şəkildə. Belə işə baxmaq, film izləmək falan o tərz şeylər demişəm, amma onu da deməsəm olarmış. Yəni o video çox gərəksiz bir videomuş. O videonu niyə çəkmişəm? Bilmirəm. Bu ilk dəfə bu arada vision board hazırladıq. Keçən mən vision boardu telefonumda hazırlayıb ekrana qoymuşdum. Hazırladıq deyəndə tam olaraq hazırlamamışıq əslində. Orada da ona görə ora baxıram. Dostlarımın tənbəlliyi sayəsində sadəcə Canva'da şəkilləri birləşdirdik. Ondan sonra çıxartdıq, amma o da çox gözəl alındı həqiqətən. Yadıma düşmüşkən plan dəftərlərimi göstərim sizə. Bunları mən Pinterestdə o qədər görürdüm və o qədər xoşuma gəlirdi ki, deyirdim bunlardan mənim də olsun. Amma bu tərz dəftərlər tapa bilmirdim. Problem oldu ciddən. Göstərim. Deməli, bu plan dəftərimdir. Mən son vaxtlar, yəni bunu almamışdan bir müddət əvvəl balaca bir də plan dəftəri almışdım. O da çox balaca idi. Ona görə də dedim təzədən almalıyam, biraz daha böyüyünü almalıyam. Baxın belə. Böyük olduğuna hələ bu qədərini yazmışam. Bu qədər. Bu ən gözəli budur. Bu mənim günlüyümdür. Görün necə gözəldir həqiqətən. Mən düz üstlərim biraz fazla süslənmişəm, bilirəm. İlk başda yəni bu qədər mənə süslü görünmürdü və birinci dəfə elədiyim üçün həqiqətən çox həyəcanlı idim. Deyə belə hər şeyi yapışdırmaq istədim. Amma bu məncə çox gözəl alınıb həqiqətən. Bundan da bu qədər yazmışam. Bunun amma içi tam belə günlük üçün olan bir dizayndır deyim. O birisi bilməm, biraz fərqlidir bundan. Baxın belədir. Aranızda günlük yazmayan vardısa mütləq tövsiyə edirəm. Çünki bilirsiniz necədir? Məndə məsələn təxmini 9-cu sinifdən, 9-cu sinifdə oxuyan vaxtdan mən plan tuturam, amma günlük yazmırdım o vaxtdan. Günlük yazmağa birinci kursda deyəsən başlamışdım. Plan tutduğum üçün 9-cu sinifdən elə bil alışmışdım da bunu etməyə. Ona görə də hər şey belə beynimdə məsələn bir şeylər dolur. Onu mən mütləq yazmalıyam ki, mən beynim boşalsın, beynimə bir rahatlama gəlsin. Bunu o qədər etmişəm ki, mən alışmışam. Və sizə də tövsiyə edirəm, edin. Həqiqətən köməkli edir. Məsələn, bilirsiniz necədir? Necə bir insana bir dərdinizi danışanda o dərdinizlə bir şey hafifləyir, azalır, biraz daha rahatlayır sizi. Bu, yəni məncə eyni şeydir. Günlüyün dili olmasa da bir şey yazırsınız bura. Əfsus, bu qaldı burada, heç kim buna baxmır. Belə. Məsələn, günlüyə götürüb yazmırsınız ki, məsələn, mən elə yazmıram ki, səhər durdum, nə bilim, çayımı içdim, gün orta yeməyimi yedim. Bu tərz şeylər yazmıram. Məsələn, dünən getmişdik dostlarımla tədbirə. Gənclər üçün tədbir idi, düzdür. Ayın 2-sidir gənclər günü, amma tədbiri salmışdılar dünənə. Və o qədər gözəl bir tədbir idi ki, bizə nə əlaqə isə bilmirəm, silah söküb yığmağı öyrətdilər, nə bilim, atış falan etdik, amma həqiqi mərmi falan deyildi də. Silahlar həqiqi silah idi, amma içində olanlar, nə bilim, belə balaca top falan, belə bir şeylər idi. Çox gözəl idi həqiqətən. Məsələn, onu gəldim bir tək buraya yazdım ki, mən çox gözəl bir gün keçirdik, belə atış falan etdik, silah söküb yığmağı öyrəndim. Bunların hamısını buraya yazdım da. Plus həminki günü biz uzun bir müddətdir dostumla gözlədiyimiz bir şey oldu. Biz könüllüyə qeydiyyatdan keçmişdik. Hardasa təxminən neçə ay, 3 ay falan olar. Və neçə könüllüyə mən qeydiyyatdan keçmişəm və bizdə geri dönüş etmirdilər də. Bu da məni çox əsəbləşdirdi. Hətta son vaxtlar o qədər əsəbləşirdim mən buna ki, bunlar bizə geri dönüş etmirlər. Və dünən bizə zəng vurdular yolda ki, bizə deyəndə ki, yəni ayrı-ayrı da. Zəng vurdular ki, sizi birinci gün çağırırıq filan yerə. Və yolda mənə görərdiniz, o qədər sevinirdim ki, buna görə. Çünki uzun müddətdir bunu gözlürdük. Yəni həminki günü dünən, yəni həqiqətən çox gözəl bir gün oldu.
Sevinç üstünə sevinç yaşadıq. Burada bu da mənim yeni dəftərimdir. Bu da İngilis dili üçün dəftərdir. Belə yapdım. Çox gözəl dəftərdir. Burada da bir dənə dəftər var. Mənim bu tərz dəftərlərim çoxdur, hədsiz dərəcədə. Qarşıdan 2-ci semestr gəlir və özümü heç hazır hiss etmirəm də. Yəni 15 gün tətil olur. Sizdə 15 gün də deyil, hətta 12 gün falan olur deyəsəm tətil. Bu çox azdır. Çünki bir ay olsaydı bu yəni heç olmasa bir ay olsaydı dincələ bilərdik, amma 12 gün fayda etmir. Atılmağını istəmirəm universitetin. Əsasən insanın birisi nə yorur? Yollar yorur. Universitetdə dərs o dərəcə bir əhəmiyyət daşımır deyə düşünürəm. Yəni dərs yorur, eləyir falan deyə bilmərəm, yorulmur, yox. Amma əsas yoran yollardır. Təxmini gediş-gəliş 45 neçə eləyir? 80, 90. 1 saat 30 dəqiqə yola gedir. Plus onun ayrı-ayrı hələ yol hissələri də vardı. Belə ümumi fikirləşəndə 2 saat falan ola bilər. Bəzən də avtobusu gözləyirsən falan, o da daha da uzanır. Nəysə, yol mən düşünürəm ki, hər kəsin problemidir. Tələbələrin dərddə olduğu hissədir. Düşünürəm ki, son vaxtlar baş verən hər şeydən danışdım. Yəni sadəcə bu bir geri dönüş videosu kimi bir şeydir. Bundan sonra videoları ümid edirəm, davam gələcək. Hər həftə video atmaq istəyirəm. Bu qədər. Növbəti videoda görüşərik. Bye.